Nəsimi filmini bütün tarixi filmlərimizdən fərqləndirən bir məqam var. Gəlin göstərim. İnsan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Tarixi filmləri çəkmək heç də asan deyil. Çünki dövrün atmosferini göstərməyi tələb olunur. Obrazların geyimlərini hazırlamaq, atmosferi yaratmaq maliyyə və vaxt tələb edir. Əksərən filmlərdə müəyyən dekorlar qurulur ki, güya həmin dövrə əhatə edir. Bu dekorlar əksərən işi asanlaşdırmaq naminə pavilyonlarda qurulur. Nəsimini fərqləndirən məqam budur ki, digər filmlərimizdə Babəkdə, Dədə Qorqudda pavilyon çəkilişləri olsa da, bu filmdə olmayıb. Bu filmdə göstərilən bütün məkanlar həqiqidir. Elə ona görə də müxtəlif yerlərdə çəkiblər. Ramana qalasından tut, Özbəkistanın Xivə şəhərinə, Suriyanın Hələbinə qədər. Bəs siz bu filmdə ən çox hansı səhnəni bəyənirsiniz?